Ay qardaş, deyirəm bu İlham Əliyev və onun rejimi bu 10 milyonluq xalqı nətər duduşuna sarıyıb və özümü ölümü. İstədikləri kimi ölkənin gündəmini dəyişirlər. İstədikləri şəkildə bu sürü xalqı idarə eləməyə bacarırlar da. Siz təsəvvür edin. Dünən bütün Azərbaycan xəbər saytları, bütün ümumiyyətlə Instagram, Facebook, sosial şəbəkələrdə qısa müddətliyinə bu xəbərlər paylaşıldı. Nəqliyyatda gediş haqqı 60 qəpik oldu. Baxın ha. Bunu bir demək olar ki, bütün sosial şəbəkələrdə paylaşırdı. Dərhal ardından Cabir İmanovun ölüm xəbəri gəldi. Və həmin bu 60 qəpik xalqın yadından çıxdı, unuduldu, yaddan çıxdı, getdi. Bütün ölkənin başı qarışdı Cabir İmanovun ölüm xəbərinə. Sanki ölkə milli qəhrəmanını itirdi. Sanki ölkə bir dahi şəxsiyyətini itirdi. Cabir İmanov kim olub? Kevenşik olubdur. Bəli. Sonra kim olub? DTX-nın və polisin polkovnik olubdur. DTX və polis deyəndə avtomatik yada nə düşür? Xalq düşməni, xalqa işgəncə vermiş birisi. Bəli. Cabir İmanov 2003-cü ildə Azadlıq meydanında, hansı ki İlham Əliyev xalqı qanına qəltan eləyib hakimiyyətə gəldi. Hakimiyyəti zorla ələ keçirdi. Hansı ki xaricdəkilərə cinayət şəxsləri, xaricdəki blogerlər hakimiyyəti zorla ələ keçirməyə çalışır. 2003-cü ilin oktyabrında da İlham Əliyev hakimiyyəti zorla xalqa silah çəkərək hakimiyyətə gəlmişdi. Və həmin o qanlı hadisələrdə Cabir İmanov xalqa polislərlə birlikdə xalqı təpikləyən, xalqa zülm edən, işgəncə verən, xalqı döyənlərdən biri olubdu. Mən baxıram bir çoxları Allah rəhmət eləsin yazır. Allah lənət eləsin. Onun goruna itəliyim mən Cabir İmanov. Sənin goruna itəliyim mən. Hə, indi gəlir əsas məsələyə. Azərbaycan xalqı bu gün ayın neçəsidir? 30-udur. Sabah ayın 1-i. Sabah ayın 1-dən ölkədə nəqliyyat 50 qəpikdən 60 qəpik oldu. Azərbaycan xalqı əvvəllər 5 qəpik eləyirlərdi. İndi utanmadan, heç qorxmadan, çəkinmədən 10 qəpik qaldırırlar qiymətləri. Bilirsiniz niyə görə? Çünki bir başlıca səbəb. Bilirsiniz ki, İlham Əliyev hakimiyyəti ölkəyə bir şey alıb gətirirsə, dərhal qiymətləri qaldırır. Bu Çindən elektrikli avtobusları alıblar. Onun da təbii ki, onun pulunu çıxartmalıdır. İlham Əliyev cibindən qoyası deyir ki, neftin pulları ancaq onun ailəsinin, nazirlərin, məmurlarındır. Bəs öz pulunu götürüb versə, xaricdə, Londonda, Dubayda, Türkiyədə otel qızlarına, oğluna otelləri kim alacaq? Hansı pulla alacaqlar? Təbii ki, Çindən gətirdiyi elektrik avtomobilləri qiymətləri qaldırmaq da onun pulunu ödəyəcəklər 1-2 il ərzində. Azərbaycan xalqı, sizə sual verirəm mən. Dəhşətdir. Ölkə bir anda gündəm necə dəyişdi? Heç bundan danışan yoxdur. 60 qəpik oldu ay millət. Fransada 10 sent benzinin qiyməti qalxmışdı. 1 ay, 2 ay Nant, Paris, Fransanın digər şəhərləri daha yandırmadığı yer qalmadı. Ölkə axırı geri addım atdı Fransa hökuməti. Bizdə 10 qəpik, 10 qəpik, sizin üçün 10 qəpik ola bilər. Bu 10 qəpik 10 milyonun varanda milyardlarla pul eləyir bu. İl ərzində. Bu xalq bilmirəm. Siz 10 qəpiyə etiraz eləmişsiniz də, demək qardaş, bu xalq bomba yaşır da, hər şey zordur. Hər şey bu, yəni 10 qəpik sizə təsir eləmir da. Bir də gözünüzü açarsınız ki, avtobusun qiyməti 1 manat olub, çörəyin qiyməti 2 manat olub. Maaş da elə yerində də qalıb. Maaş da olub 400-500 manat. Azərbaycan xalqı, siz başa düşürsünüz mən nə demək istəyirəm sizə? Niyə bundan danışmışsınız? Cabir İmanovdan danışır. Cabirin goruna soxun mən. Bizə Cabir lazımdır. Heç o qədər şəhidlər oldu, heç onlardan danışan olmadı. 100-dən çox qazi intihar elədi, ondan danışan olmadı. Cabir İmanovdan danışırlar. Kimdə Cabir İmanov? 2003-cü ilə xalqı təpikləyən, xalqı döyən, meydanlarda xalqı sürükləyən olub da. Kim olubdur? Xalq düşməni olub da bu. Yaxşı öldü getdi. Yoxsa hakimiyyət dəyişəndə onun o Tahir qardaşı var ya o. Bir neçə il bundan qabaq məni və digər blogerləri hədəf almışdı. İynəsini vurdum, sustu. Bunlar hamısı cavabını verəcək.
kim bu xalqa qarşı vəhşilik eləyibsə, hamısı bir-bir cavabını alacaqdır o öz yerində. Amma siz xalq, sizin işiniz gücünüz yoxdur, sizin başqa probleminiz yoxdur. 10 qəpik qiymətlər qalxıb, metro, elə adam var ki, bir işə getmək üçün, elə adam var universitetə 3 dənə avtobus, 3 dənə metro dəyişib gedir. Elə adam var işə gəlib çatmaq üçün 2 saat yol gedir, 48 dənə metro avtobus dəyişir. Bu bilirsinizmi, siz 10 qəpikdən nə qədər gün ərzində siz artıq pul xərcləmək olasınız. Azərbaycan toplumu, İlham Əliyevin mə eləyənləri. Siz İlham Əliyevin mələrsiniz. Mə, İlham, mə. Nə gündəsizsə, başqa ölkədə 10 qəpik qaldıranda ölkə bir-birindən girir. Bunlar heç dümdüyünə də deyir ki, 10 qəpik kimi. 10 qəpik bilirsiniz nə deməkdir? Bir oturun hesablayın büdcənizə nə qədər təsir eləyəcək. Bu qiyməti qalxıb sabah qazın işığının da qiyməti qalxacaq. Onda görüm niyə eləyəsiniz?